Salam hörmətli izləyicilərim. Səkinənin mutfağına xoş gəlmisiniz. Bugünkü tarifimiz brownie dadında nefis bir ıslaq kek olacaq. Bunun üçün bizə nələr lazımdır? 3 ədəd yumurta və 1 su bardağı toz şəkəri qarışdırma qabına alırıq və beyazlaşana qədər yaxşıca qarışdırırıq. 1 su bardağı duru yağ, 1 su bardağı süd, 2 su bardağı un, 1 paket vanil, 1 paket kabartma tozu və 3 xörək qaşığı kakao əlavə edərək yaxşıca qarışdırırıq. İzləyicilərimin bezməməsi üçün biz videonu biraz tezləşdirmişik. Amma siz çalışın, qarışdırarkən çox yavaş-yavaş qarışdırın. Tam həll olana qədər yaxşıca və yavaş-yavaş qarışdırırıq. Hazırladığımız qatqını duru yağla yağladığımız qaba əlavə edirik. Kekimizi önceden isitdiyimiz 180 dərəcədə fırında 35 dəqiqə bişiririk. Bişirmə sürəsi fırından fırına dəyişəcəyi üçün kontrollü olmamızda fayda var. Kekimiz pişmə sürəsində olduğu üçün üzərinə əlavə edəcəyimiz qatqını hazırlayırıq. 1 xörək qaşığı bal, 1 su bardağı süd əlavə edərək yaxşıca qarışdırırıq. Və ardından pişən keki fırından alaraq 10 dəqiqə ilk istisi çıxması üçün gözləməliyik. Və sosu daha yaxşı çəkməsi üçün dilimləyirik. Və sonra hazırladığımız ballı süd sosunu hər tərəfinə gələcək şəkildə gəzdiririk. Hörmətli izləyicilərim, video çox uzun olub sizləri bezdirməməsi üçün ıslaq kekin üzərinə ikinci əlavə edəcəyimiz sosu videoya çəkməmişəm. Amma mütləq açıqlama bölümündə sizlərə açıqlama verəcəyəm. Gördüyünüz bu ikinci sos üçün yarım su bardağından biraz çox toz şəkər, 2 yemək qaşığı kakao, 1 və yarım su bardağı süd əlavə edərək qaynayana qədər bişiririk. Və eyni qayda ilə ikinci sosu da kekin hər tərəfinə gələcək şəkildə gəzdiririk. Üzerini streçləyib buzdolabında tam 2 saat dinləndiririk. Sosu özünə yaxşıca çəkən kekimizi buzdolabından çıxarırıq və zövqümüzə görə üzərini
süsləyir, servis edirik. Mən öz zövqümə görə ıslaq kekin üzərini xırdalanmış cevizlə süslədim, amma sizlər istəsəniz rəngli kokoslarla da süsləyə bilərsiniz. Bəli, yumuşacıq brownie dadında ıslaq kek. Videomuzu izləyib bişirənlərə öncədən afiyet olsun deyirəm. Ümid edirəm ki, tarifimi bəyəndiniz. Videomu sona qədər izlədiyiniz üçün ayrıca təşəkkürlər. Fikirlərinizi yazmağı və kanalımıza abunə olaraq dəstək olmağı unutmayın. Gələn videolarda görüşənə qədər.